Füzuli bizim qonşu olub, ona hər şeyi etibar eləmək olar, safdır. Çox sağ ol. Ziyarətlərin yüksək təşkilatı yazır. Çox sağ ol, öptüm, ürəksən. Çox sağ ol. Köhnə qonşulardan. Çox sağ olsun, var olsun, var olsun. Füzulinin baxtı yoxdur, Füzulun... Valla, Füzulun baxtı talağı yoxdur. Şalaq kimi oğlandır. Valla, Füzuli də... Ağla kimi oğlanam. Valla. Baxın, Füzuli də... Yəni, səmimi deyirəm, mənim yaxınımdır deyənə demirəm. Füzuli də, gözəl də, bunlar bir-birini tamamlayır. Onlar bütün bir ailə tablosudur. Sən sıra. Ne desinler? Azbey yazıb ki, gözəl, biraz ağır ol. Valla Azbey, gözəl ağır desin. Hə, yazıb ki, kazan kacıldı. O ne demek? Askırman Ne yazır? Yazıb ki, gözəl, biraz ağır ol. Sallatıp oturmuşuz burada. öyle öyle. Bu Fatimə bilirsən hansı Fatimədir, gözəl. Sən onu bloka atmışdın, ne yadıma düşür. Ha. İndi başqa bir dənə profil açıb, yazıb ki, atanı, yəni Füzuli evladını atıb. Axı, evladını atmayıb, baxı, bir il orada evladı üçün mücadilə elədi Füzuli. Hamı da gizli olmadı da, Zahir müəllim özü də dedi ki, Füzuli çox dirəşdi ki, yəni yaxşı mənada da ailəsini geri qaytarsın, alınmadı. İndi yazıb ki, Füzuli ailəsini uşağını atdı. Bax, onu hansı əsasın yazdı? Yaxşı elədi. Belə də ki, qulaq az, sizə bir söz deyim, atılmalı insanı atarlar, əcəb eləmişəm. Həyat məndir, kefim belə istəyir, bomba kimi də yaşayıram, vəziyyətim də var ləblə quşu. Pisiyo. Yaxşı elədi. İndi zordur. Elə. Əcəb eləyirəm. Hamısı elədi, gördün? Ayşe bacımız yazıb Allah. Əcəb eləmişəm. Ona görə xahiş edir, dostlar, heç kim için bilmir. Atılmalı insanı atırlar, Dalecanda bilən deyirlər ki, getdin, Allah şu yavan diləsin. Əcəb eləyirəm. Sonra... Dostlar, heç kim için bilmədən bu yalan deyil. Niyə onun yaralı yerinə deyərsiniz? Sən kör idin, bir il görmədin bu uşağı üçün, ailəsi üçün nə qədər mücadilə elədi. O qarajda, təkər sexində yatanda hardaydın sən? O pis yazan. Hardaydın? Atılmalı insanı atırlar, həyatdan silirlər, yeni həyat açırlar, təzə kitab, təzə səhifə açırlar, otururlar. 11 milyon qabağında çekləri də göstərir ki, mən balalarım üçün hər şey eləməyim. Bu adam 39 yaşı var. Bu adam yeni bir səhifə açmasın, ailə qurmasın. Haqqı deyil. Atmışam, əcəb eləmişəm. Bundan belə deyəcəm, əcəb eləmişəm. Yaxşı eləyir. Yaxşı eləyirəm, əlimin içindən gəlir. O sənə də belə yaraşır, kuzum. Eləsin cavabını ver. Bəli, vəssalam. Yo, bala buna söyləndə atmayacaq. Yaxşı eləyibdir. Hələ o yaxşı atadı ki, yenə də onlar üçün mücadilə elədi. Yenə də. Sən oğlun səni söysə ki, onun yanında bir dəqiqə durmarsan. Füzuliyə burada lağ edirsən. Nədirmi bilim, yəni, haqqımı itirəni, çörəyimi tapdiyanı, əziyyətimi itirəni, mən də halallıq vermirəm. Vəssalam, qutadı getdi. Bundan artıq nə desin, qardaş, bu adam? Nə desin? Vəssalam. Füzulini gözəl qınayan, Füzuli ilə gözəl ürəyindən su içsin. Məni də burada kim qınıysa, bilmib burada artıq əski mənim ünvanıma yazanı heç nə demirəm, sağ əlim başına düşsün. Mənim başıma gələndən başına gəlsin. Amin. Bax, burada bir nik yazıb ki, bir dənə nik yazıb ki, keçdi. Yazıb ki, Füzulini öz anası atıb. Mən başa düşə bilmirəm, ay kör, ay kar. Anamınki olsun o yazanın ağzına. Oxan. Anamınki olsun o yazanın ağzına. Hadi gələn, lazım idi sənə şərəf. Açıb görünədirəm. Şəxsən çalmada özüm otururam. Oxucuna gör nə deyirəm. Orada mənim ünvanıma, mamamın ünvanına kimlə yazırsa deyirəm mənə, hə? Mən buradan sözlərimi deyəcəm. Ay alçaq, ay kör. Sən görürsən ki, onun anası 3 gündən bir onları maraqlanır, axtarır.
İndi evləri balacadır, deyir yer yoxdur. Gözəl də qəbul edib bir yerdə yaşayırlar. O demək anası atıb onu. Anasının bir əli bunların üstündədir. Bəli. O yaşlı arvada ki, sən o şəri atırsan, oğlum atır. Heç nə demirəm. Sən o günə qalasan. Bax, mən sənə nə deyirəm? Nə deyirəm sənə? Nə deyirəm sənə? Nigar kimi pozğun, Nigar kimi onun bunun maşınında gecələr gəzənin deyib canlısın. Çapan çağırsan. Aygın, at bloka. Atıram, hamısını bir-bir atıram gözəl, hamısını. Prosto demişdim, oxumayacaq, özümdən asılı deyil, adam hissənir. Ay şərəfsiz, nə bilirsən onun anası atır onu? Ana, indi mama zəng elədi ki, ay bala, nə versin, nə yiyirsin? İndi danışdılar. Sabah vaxt bir gündə Allah qoca inşallah gələcəklər bizə, sağ olun. İnşallah. Yox, Nigar kimi pozğunun yeb canlısına ağızlarına ayırıb baxırlar, ona heç nə demirlər. Amma gəlib bunlara şər atır. Anası bunu atır, anası qəbul eləmir. Harada yanında olmuşsan? Nigar'a qeyrətli deyən oğlan qeyrətinə mən nə deyirəm? Nigar budur, bax. Hə, nə dua gözəl o? Deyir, Nigar budur, bax. Hə. Ay, gözəl. Hələ o onun qabağıdır, Nigar onun arxasıdır. Salmansan bilmirəm, sallaqsan bilmirəm. Blok atdın yoxsa səssizəm? Sizə attım gözəl, bloka atmıram ki canlı düşməsin. Salmansan bilmirəm, salmansan bilmirəm. Dədəmin göru haqqı, mənim bu olan kirli dırnağım var ha, əl zəhməti ilə işlədiyim var ha. Nigar'a dəyişmərəm, Nigar Nigar'a yox, ay gözəl, məntiqin olsun da, bax bir oğlan ki, oğlan deməyə dilimdə gəlmir. Nigar'a qeyrətli deyirsə, deməli o kişi üzdən iraq. Nigar kimdə? Hay Allah. Nigar gelsin. Gör bu kimə bacı deyir, kimə qeyrətli deyir ha. Bu bacıları, bunun ətrafı Nigar kimlərdir ki? Onu qınamayın gözəl. Gözəl, onu qınamayın, Nigar. Onu qınamayın, Nigar o qədər artist yerib, özün əxlaqlı ki, qeyrətli qadın kimi göstərib, bu da inanır. Elə bir Nigar həqiqətən qeyrətlidir. Özür istəyirəm bazılarım. Nigar artistliyi bacaraq, özün roldan rola girə bilirəm. Mən burada otursam, Nigar'la Esmirova ilə gəlsə, dursam Allah mənə qənim olsun. And olar, mənə bax, Nigar, yenə də deyirəm ya, Nigar nə idi? Sən Allah gözəl, üzülürsə başıva dönərəm. Deməli, gözəl, sən başıva dönərəm. Bax, onu qınama, o Salman kimiləri qınama. Çünki Nigar o qədər bicdir ki, özün o qədər əxlaqlı rolunda göstərməyi bacarır ki. O yazıqlı inanırdı, elə bir ki, o doğrudan qeyrətlidir. Sən kimsə sən mənim xalama deyirsən ki, Çuşqa xalası buna video atıb. Bayramçısı tələsməsin. Mən getdim Qoratda ilə, bayrama görə heç kimi tapa bilmədim. Heç kimi tapa bilmədim deyə bir pis çıxır. Yəni bayrama görə dedilər işləmir də, bayramdan sonra yaxınlaş. Mən onu tapdıracam. Görüm o kimdir. Mənim gör, kimi gətizdirib orada oturub ki, devlət əleyhinə danışan adamlar WhatsApp-dan. Bəs eşitməmsən, deyir adamın öz-özünə elədiyini 100 nəfər yoxsa eləyə bilməz. Zahir müəllim öz-özünə elədi də, getdi belə konçinilər, getdi verilişinə, getdi Esmiranın, Nigarı, nə biləm, arzunu yığdı ora, verilişlə bağlandı. Zahirə deyən kəs, bala, bunlar niyə yığdın, getdin ora? Sana lazım idi. Zahirın verilişi, qulaq aç gözəl, Zahirın verilişi əvvəl, bax, 3 il, 4 il bundan qabaq Esmira yox idi orada, nə bilim, Nigar yox idi. Onda niyə Zahirın verilişini bağlamırdılar? Niyə bağlamırdılar? 20 ildir Zahirın verilişi, niyə bağlamırdılar? İndi Esmira ona çıxan kimi, əqqabını atan kimi veriliş bağlandı. Nə üçün? Ay qardaş, ATV-nin yanından keçən deyir də, sən bekarsan, gəl özümü verin, bura bir dənə gidib görün, burada nə var, nə yox. Yoldan keçən girirdi oraya. Ana qanunlar, ay Esmira, sən də qanunları bilmirsən, ay Esmira.
Tələsməsin. Gözlərlə Füzulidən əl çəkmirsən. Getdi qızıl. Onların ana bala məni hədələməkləri ilə məndə durur da. Onlar məni hədəliyiblər. Hədələmək də özü bir ağır bir stadiyadır. Sən mənim başıma bir iş gəlsə, onlardan yapışacaq. Çünki onlar o qədər xuliqandır. Kişi nə yazıbdı? Bir dəngə bax. Onlara kişi var. İşi olmayan. Yazıb ki, Sovet. Amma Nigar yazıb ki, Sovet. Amma Nigar baba şeydi ha. Ay səni. Abi bu yazır istəyə atdı, qoşa bilmədim. Gəl qoş görün, qoşul görün. Gəl qoşul görün. Adı da şeydi. Şapaş dadı. Gəl qoş, dişi mırıq olur. Qoşul görün. Dişi mırıq deyil, özü elə şəkil qoyub. Hələ şəkil qoyacam. İnternet şəkilidir. Gəl qoşul görüm. Gülay, bu nə payka boşuna nədir yazmışsın? Bu Türk bayrağını qoyan bu şərəfsiz kimdir? Bəyəxdə pis yazır. Atdan bu təmiz blok. Atıram. Utanma, deyir utanıram. Qoş o, qoy mən istəyatım ona, deyən. Utanan oğlu olmaz, hə? Utanma, atanma. Qoy ona bir istəyatı mən. Çarşaplı mı? Hə, o əxlaqlıdır. Allahla danışaq. Gözəl, mən elə adamam, mən düşmənim olsun. Valla mən nə deyə bilərəm, onun anası hayasızdır, mən amma özü çox abırlıdır. Allahla danışaq da, Allahla. Anası orada gözləməz aldı. Atabenin gözləm, qardaşım qulaq as. Anası orada gözləməz aldı. Mənə nələr deyirdi gözləməz alında. Amma o dedi ki, ağa sən gözəllə nə işin var? O da Atabe iştirakçısı səndə. Bax bu ölsün, bu çörək mənə qənim olsun. Allah mənə qənim olsun. Gözəl, sən də o verilişləri. Mən televizordan baxdım. Sən deyəsən o ərəfədə sən o verilişdə canlı orduydun. Esmira xanımdan onun böyük bacısı da, yəni Nərgiz, öpüşüb görüşdülər verilişdə. Durdu, öpdü onu. Zahar müəllim də dedi ki, bax görsən qızın onu öpdü, o qızı öpdü, barışın. Esmira yenə ondan barışmadı. Esmira çox qriyazın adamdır. Mutlu həyat, aranı qızışdırma. Mutlu həyatda yalandan bax bəyətini döşüyür. Aranı qızışdırmıyor, xahiş edirəm. Bax qoy deyimizəm. Esmira'nın başı çarşaflı xanımı qız var ha. Dədəmin gör haqqı var. Anası məndən orada düşməni idi. Gəldi qızım mənlə görüşdü, elədi. Kinini saxlamır. Bax iki balamın. Bax yenə də deyirəm. Gözəl insanlar, qızı, başı çarşaflı. İndi qulaq aslar, bir dənə reallıq var da. Esmira pisdir, yaxşıdır, onun anasıdır. Təbii ki, o da anasının tərəfi tutacaq. O da məni söysün. Nə qədər söysün. Bax, belə mənim nəslimi də söysün. Amma mən yenə haqqı deyəcəm ki, onun böyük qızı Nərgiz çox əxlaqlı qızdır. Çox tərbiyəli əxlaqlı qızdır. O balaca heç. Balacanı Allah haqq yoluna gəlsin. Balaca yol nazıbdır. Mən indi gedəcəm onu orada işdə biraz yerin sərinləndirəcəm. Qoyun onu işdən açsınlar çölə. O bilsin ki, kimisə söymək nə demək. Esmira'nın var ha. Kimisə hədələmək nə deməkdir. O böyük qızını mən canlıda görməmişəm. Bax, Allah. Hələ o telefonda canlı. Yaxşı xanım, bax, elə xanım olur. İstir mən qay deyin. Qiriyyətli qız, namuslu qız. Nə olsun, hamı boşanır. Nə olsun ki, mən də boşanır. Qiriyyətli qız, namuslu qız. Hələ bax odur. Hələ bir dənə də o canlı açıb özünü gündüzdən tutmayıb da. Bu özünü hələ görməmişəm. Lata Həsənova yazıb ki, Nigara nə olub ki? Nigar yaxşı qızsan, Lata sən də onu tayısan. Mən sənə nə deyə bilərəm? At bloka. Nigarın tayı da sənsin. Qoy atıram səssiz onu deyən. Mən sizin kimləri heyif ki bloka ata bilmirəm canlı düşməsin deyə. Çünki sizin kimlər bunları var.
Qoy kardeşsinə. Esmira. Bax, mənim bu sən üzüm var ha. O pudra poxu sürtsən, pomada. Pudra da, kosmetika. Sən üzüm var. Bax, mənim bu ayaqqabımın üzüdür. Bax, belə. Bax, qoy yeri baxsın. Gözəl. Onun üzü, o ayaqqabının üzü ondan yaxşıdır. Mənim ayaqqabımın üzünə baxın, bax sənin üzün belədir, Esmira, Ay bax gözəl, qaraqdım. sən Allah gözəl. Sən onun üzünə baxanda görmüsən o iş verəni. Bax sən Allah. Bax qaraqdım, bax qaraq, vurub qaraqdım. Yaxşı edirsən. Mənə bax, Esmira, bu ayaqqabı hayırdır. Bundansa gəl, bax, bu söz, bu pişik poxunun sürtümüzü var. Əla, qəşəng. 6 sən, 6. Zor dedin la. 10 dolar deyirəm, gözəl. 10 dolar, o işığa kör baxım. O işığa kör baxım, 16 10 sifətindən təmizdir. O ayaqqabı. Mənim ayaqqabımın üzü təmizdir, sənin üzün kirli. Hə.